Koroğlu real şəxsiyyətdir. Koroğlu dastanına görə o Mehdər Alı kişinin oğludur və əsl adı isə Rövşəndir. Həsən xan atasının gözlərini çıxartdığı üçün Rövşən özünə Koroğlu təxəllüsünü götürmüşdür. Lakin bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi tədqiqatçılar Koroğlunu üsyan başçısı, bəziləri aşıq, digərləri isə 7-8-ci əsrlərdə yaşamış türkmən bəylərindən biri olduğunu iddia edirlər. Tarixçi Faruk Sümer Koroğlu haqqında danışarkən onu 1578-1590-cı illər Səfəvi-Osmanlı müharibəsi dövründə Bolu ərazisində karvanları qarət edən dəstənin başçısı kimi xarakterizə edir. Türk səyyahı Övliya Çələbinin fikrincə isə Koroğlu 17-ci əsrdə Osmanlı sultanlarına qarşı baş qaldırmış üsyana rəhbərlik etmişdi. Bu fikri dəstəkləyən digər şəxs isə 19-cu əsrdə yaşamış polyak diplomatı Aleksandr Xotsko olmuşdur. Belə ki, 16-cı əsrin əvvəllərində Toqat şəhərində Şeyx Cəlalın başçılığı ilə feodal özbaşınalığına qarşı üsyanlar başladı. Tarixə Cəlalilər hərəkatı kimi daxil olan üsyanın məşhur rəhbərlərindən biri də Koroğlu idi. Şah 1-ci Abbas Cəlali döyüşçülərindən Osmanlı dövlətinə qarşı istifadə etmək qərarına gəlmişdi. İgidliyi ilə seçilən döyüşçüləri öz ordusuna dəvət edən Şah 1608-ci ildə onların İrəvan yaxınlığında məskunlaşmasına da icazə vermişdir. Beləliklə tarixçilərin fikirlərini cəmləşdirsək, Koroğlunu dastan qəhrəmanı yox, tarixi şəxsiyyət kimi qəbul etmək daha uyğun hesab edilə bilər.